Biz deyirik kardeşim, biz yox Əhl-i sünnə. Əhl-i sünnə bunu bilirsiniz hardan götürüb? Sahabələrdən, tabinlərdən, əimmələrdən. Tavus kimdir? Tabin. İbn-i Kihsən rahiməhullah. Deyir ki, mən İbn Abbasdan soruşdum deyir. İbn Abbas kimdir? Sahabə. Deyir, mən İbn Abbas'a dedim ki, Allahın hökmündən hökm verməyənlər kafirlərdir. İbn Abbas dedi ki ona, hiyə bihi kufrun. Küfürdür. Və leysə kufran billahi və mələikətihi və kutubihi və rusulihi. O küfürdən deyil deyir. Allaha, Rəsuluna, mələklərinə, kitablarına küfür edir insan. O küfürdən deyil deyir. Digər rəvayətdə deyir ki, leysə bi kufrin yənqulu anil millə. Millətdən, hansı millətdən? İslam millətindən. Müsəlmançılıqdan xaric edən küfür deyil deyir. Yaxud məsələn, Ata eşitmişsiniz, tabiin. İbn-i Əbi Rabah rahiməhullah. Deyir ki, kufrun duna kufur. Küfürdür, amma kiçikdir. Zulmun duna zulmin. Fiskun duna fiskin. Və belə. Qardaş, bunu bilirsiniz, nə qədər alimlərdən gətirmək olar ki, ayədə qeyd olunan küfür dindən çıxartmayan küfürdür. Asxardır. İbn-i Atiyyə deyir, bunu İbn-i Arabi deyir, bunu İbn-i Batta deyib, bunu İmam Şatibi deyib, İbn-i Həcər deyib. Qardaş, mütəaxirlərdən hamısı bunu deyib. Hamısı. Hətta Şeyxülislam İbn Teymiyyə rahiməhullah və İmam İbn-i Əbil-İz Əl-Hənəfi rahiməhullah Tahaviyyən şərhçisi deyir ki, böyük günahların sırasındadır deyir. Nə? Allahın hökmündən hökm verməyən böyük günahların sırasındadır. Yəni kafir deyil yəni.